İran prezidenti Pezeşkiyanın Bakıya səfər zamanı Məhəmməd Hüseyn Şəhriyarın Heydər Baba poemasından şeir söyləməsi müxtəlif cür dəyərləndirilir və bununla bağlı çox müxtəlif iddialar səslənməkdədir. İlk öncə qeyd etmək lazımdır ki, Azərbaycan cəmiyyətində bu kifayət qədər xoş emosiya yaratdı. İlk növbədə o baxımdan ki, İranın prezidenti olan bir şəxs ilk dəfə Azərbaycan türkçəsində şeir söylədi və bu da şübhəsiz ki, cəmiyyət tərəfindən xoş qarşılandı. Və nəzərə alsaq ki, cənab Pezeşkiyan zaman-zaman Şəhriyarın şeirlərindən istifadə edir və çıxışlarında onun şeirlərinə istinad edir ki, bu da onun bir siyasi xadim olaraq həm Şəhriyara olan sevgisi, eyni zamanda millətin duyğularını xitab etmək baxımından bu poemanın əhəmiyyətinin göstəricisidir. O ki, qaldı onun dəyərləndirilməsinə əlbət ki, bu niyyətdən asılı olaraq onu iki cür qiymətləndirmək olar. İlk qeyd etdiyimiz kimi, xoş məramla bu məsələlərə baxanlar bu ayrılığın baş verməsi ilə bağlı bir yanğı olduğunu söyləyirlər. Başqa daha uzaq gedən fikirlər ondan ibarətdir ki, bu İran prezidentinin Bakıda əslində bu ayrılığın Şimali Azərbaycanın zamanında Qacar İmperiyasından ayrılması ilə bağlı bir mesajdır. Əlbəttə ki, bunu çox müxtəlif cür dəyərləndirmək olar və hesab etmirəm ki, məhz o niyyətlə bu şeir söyləndi. Erdoğan'ın Azadlıq meydanında hərbi parad zamanı söylədiyi şeirə cavab olduğu qənaətində deyiləm. Düşünürəm ki, Pezeşkiyan onu sırf elə öz duyğuları ilə bağlı olaraq həmən şeiri söylədi və bu da qeyd etdiyimiz kimi cəmiyyətdə müsbət emosiyalar yaratdı.